Bugündən Bakı şəhər üzrə təhsil idarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir. Bakı şəhər üzrə təhsil idarəsindən verilən məlumata görə müsabiqədə iştirak etmək istəyən tərbiyəçi müəllimlər aprelin 8-dən 14-nədək müvafiq ərizə formasını dolduraraq idarəyə təqdim etməlidirlər. Qurumun insan resursları sektorunun müdiri Aygün Bayramova'nın sözlərinə görə yerdəyişmənin əsas məqsədi yaşayış ünvanları dəyişən tərbiyəçi müəllimlərin öz evlərinə yaxın uşaq bağçalarında işlərinə davam etməsidir. Hər bir şəxs hansı ki öz ünvanını dəyişib və öz ünvanına yaxın müəssisədə çalışmaq istəyirsə, bizə müraciət edir, müvafiq sənədləri təqdim etmək şərti ilə və bu yerdəyişmədə qeydiyyatdan keçəndən sonra yerdəyişmənin müddəti bitdikdən sonra müvafiq Bakı şəhər təhsil idarəsində yaradılmış komissiyanın qərarı əsasında yerdəyişmə həyata keçiriləcək və tamamlanacaq. Həmçinin qurum rəsmisi bildirdi ki, tərbiyəçilərin yerdəyişmə prosesi xüsusi komissiya tərəfindən bir sıra meyarlara əsasən aparılacaq. İlk növbədə onlar sənəd təqdim etməlidirlər ki, həqiqətən də onların yaşayış yeri dəyişib. Bu isə adi dillə desək arayışlardır, hansı ki yaşayış yerindən verilir arayışlar və yaxud məsəl üçün hər hansı bir ailədə bilirik ki, hərbəçi ailələri olur. Hərbiçi ailələrin öz iş yerləri tez-tez dəyişdirməyi ilə əlaqədar olaraq onlar da müvafiq sənəd təqdim edə bilərlər. Digər məsələ isə həmən məktəbəqədər təhsil müəssisəsinin işçisinin təhsillə bağlı olan sənəddir. Digər tərəfdən isə əlavə olaraq stajla bağlı olan məlumat təqdim olunur. Qeyd edək ki, eyni məktəbəqədər təhsil müəssisəsinə birdən artıq tərbiyəçi müraciət olarsa və yalnız bir vakant yer varsa, bu zaman həmin şəxslərdən təhsili daha yüksək olan tərbiyəçi müəllimin yerdəyişməsi təsdiqlənir. Əgər təhsil pilləsi eyni olarsa, bu zaman müraciət edənlərdən iş təcrübəsi daha çox olan şəxsin yerdəyişmə istəyi qəbul ediləcək.